Salam, hər vaxtınız xeyirli olsun tələbələrə. Eşitdiyimə görə siz artıq bu mövzunun videoçaq olmasını istəyirsiniz və mən də sizin dadınıza çatdım. Bəli, biz bugün sizlərlə Azərbaycan Sasani İmperiyasının tərkibində adlı mövzumuzu keçəcəyik. Əvvəla təkrara gedək. Demişdik ki, Atropatena dövləti bizim eramızın 20-ci ilindən 224-cü ilinə qədər hansı dövlətin tərkibində idi? Parfiyanın. Bəs yaxşı. Nə hadisəsi baş verdi ki, Parfiya dövləti tərkibindən Atropatena dövləti çıxdı? Biz bilirik ki, bu dövrdə artıq Sasanilər dövləti yaranır və Sasanilər yaranan zaman Parfiyanın süqutu oradır eramızın 224-cü ilində və Parfiya artıq tarix səhnəsindən silinir. Və artıq nə meydana gəlir? Sasanilər, bəli. Sasanilər 226-cı ildə yaranır. Yaradıcısı Ərdəşir Bəbəkandır. Sasanilər yaranan zaman 227-ci ildə Atropatena dövlətini öz tərkibi altına alır və artıq 262-ci ildə isə Albaniya deməli Sasanilərin tərkibinə girir. Belə bir dövrdə artıq Atropatena deyim daha doğrusu üzr istəyirəm. Azərbaycanda feodal münasibətlər yaranır. Nə zaman? Bizim eramızın 3-cü əsrində. Nə yarandı? Feodal münasibətlər. Nə zaman inkişaf edir? 6-cı əsrin əvvəllərində inkişaf edir. Azərbaycanda feodal münasibətlər tez yarandı və gec süqut elədi. Avropada isə bu gec yarandı və tez süqut elədi. Əslində feodal münasibətlər çox pis bir şey idi. Çünki bu asılılıq demək idi. Yəni Azərbaycanın bu tez yaranıb gec süqut eləməsi nə demək idi? Azərbaycan demək olar ki, əsər tahsında yaşayıbdı. Amma Avropanı görürsüz, tez yaranıb gec yaranıb tezdə süqut elədi. Deməli onlarda inkişaf var imiş. Nəysə, uşaqlar gəl Sasani dövlətinin köçürmə siyasəti. Bunların iki dənə məqsədi var. Birincisi özünü etnikdə yaratmaqdır, ikincisi isə Azərbaycan mövqeyini möhkəmləndirmək. Azərbaycanlılar yəni öz mövqeylərini möhkəmləndirmək istəyirdi. Aydındır. Və Sasani şahları Azərbaycanın Xəzər sahili bölgələrini bu məqsədlərlə müdafiə divarları inşa etmişlər. Mövqelərini möhkəmləndirmək və şimaldan gəlmiş türk axınlarının qarşısını almaq idi. 6-cı əsrin ortalarında isə Dərbənd qalası inşa edildi. Erkən orta əsrlər dövründə Azərbaycanda xanist birləşməsinə, türk tayfalarının etnik axını, Azərbaycanda vahid dövlətin birləşdirilməsi, yadelli işğallarına qarşı birgə mübarizə şərait yaratmışdı. Və zəhmət olmasa bu hissəni də özünüz öyrənsəz, yaxşı olardı. Azərbaycanda əhali 4 təbəqəyə bölünürdü. Birinci təbəqə kahinlər, ikinci təbəqə döyüşçülər, ikinci təbəqə məmurlar, dördüncü təbəqə isə vergi verənlər idi. Birinci, ikinci və üçüncü təbəqə cəmiyyət hakim təbəqəsi sayılırdı və vergidən azad idilər. Aydındır. Daha sonra uşaqlar, dördüncü təbəqəyə vergi verənlər, yəni kəndlilər, sənətkarlar və tacirlər daxil idi. Sasani dövlətində 2 dənə torpaq mülkiyyət formaları var idi. Dastakert nə xostakert? Dastakert nə idi? Nəsil irsi atadan oğula keçirdi. Xostak nə idi? Hərbi xidmət əvəzinə verilən şərti torpaq idi. Aydındır. Sonra 2 dənə vergilər vardı. Biri xaraq idi, bir gezi. Xaraq nə idi? Torpaq vergisi idi. Məhsulla alınırdı. Gezi nə idi? Can vergisi. Dördüncü təbəqədən indi bir dəfə alınırdı. Əsasən birinci xostak saat keçirmişdi. Saata görə uşaqlar idi, analar, qadınlar, qocalar, kahinlər, bir də məmurlar bu vergidən azad idilər. Bu da izah elədim, azad nə idi. Sonra burada var mali təlimi. Bizim eramızın 3-cü əsrində Sasani dövlətinə o cümlədən Atropatena da geniş yayılmışdı. Əsasən bunların fikrincə bir dənə din olmalı idi. Yəni bütün dinlər vahid bir dinlə birləşməli idi. Sonra elə bil ki, burada Məzdəkilər hərəkatı başladı. Məzdəkilər hərəkatı Sasani dövlətinin 480-529-cu illəri əhatə edir. 481-529-cu illər. Məzdəkin başçılığı ilə bunların əsasən burada nə idi məqsəd? Ədalətli cəmiyyət qurmaq və insanlar arasında bərabərlik, əmlaş bərabərliyi yaratmaq. Məzdəkilər hərəkatı əsasən maarifçilərdən fərqli olaraq xeyrin şər üzərində qələbəsi inanırdılar. Mübarizə yolu ilə ədalətli cəmiyyətin qurulmasını mümkün hesab edir. Lakin demək burada 1-ci Qubad hakimiyyət dövründə yəni məzdəkilər deməli nə dedik? Üzr istəyirəm, biraz səs oldu. Deməli, burada Sasani hökmdarı 1-ci Qubadın dövründə Məzdəki hərəkatı geniş yayılmışdı. Sonra dedilər ki, yəni Məzdəkilər bu 1-ci Qubada arxalanmışdı. Bu yüzdən 1-ci Qubad taxtdan salındı. Amma sonra yenidən hakimiyyətə gələn zaman bu Məzdəki divan tutulur, Məzdəki edam olunur. Sonra uşaqlar bu dövrdə bilirik ki, Zərdüştlük əsas din hesab olunurdu Sasanilər dövlətində. Və Atropatena da hakimliyinə çevrilmişdi.
Birinci Şapur var idi burada. Birinci Şapurun dövründə başlayaraq Sasani şahları atəşpərəstliyi zorla yaymağa başladılar. Və hətta birinci Şapur bu haqda nə etmişdi? Əmr vermişdi. Sonra uşaqlar gəlirəm mən hara? Sasani şahı 1-ci Xosrovun islahatlarına əsasən inzibati islahat var idi. Bir neçə islahat var idi. Birinci inzibati islahat haqqında danışıram. Bu islahata əsasən 4 canişinlik yaranmışdı, kustaklıq yəni yaranmışdı. Albaniya və Atropatena isə Azərbaycan kustakından, yəni Şimal kustakından tərkibinə daxil edilmiş. Sonra uşaqlar var vergi və torpaq islahatı. Deməli bunlara görə sahibsiz torpaqlar çərbiçilərə paylanmalı idi. Uşaqlar, qadınlar, qocalar, kahinlər, məmurlar da can vergisindən azad olunmuşdu. 1-ci Xosrov islahatı nəticələri nə oldu? Şərt torpaq mülkiyyəti genişləndi, xırda və orta torpaq sahiblərinin sayı artdı. Albaniyada Arşakilər sülaləsinin hakimiyyətə gəlməsi uşaqlar, deməli demişdik eramızın 1-ci əsrində meydana gəlmişdi. Albaniya Arşak hökmdarı 1-ci yerdə 1-ci Qoçaq Vaçaqan idi. Daha sonra uşaqlar Albaniya imperiyası Sasani dövlətinə 262-ci ildə qatılmışdı. Kimin dövründə? 1-ci Vaçen dövründə aydın. Yəni Albaniya hökmdarı 1-ci Vaçen dövründə artıq Sasanilər nə oldu? Sasanilər deyirəm, Albanlara nə oldu? Sasanilər tərkibinə qatıldı. 1-ci Şapur öldükdən sonra 872-ci ildə Albaniya siyasi müstəqilliyi bir müddət azad etsələr, sonra yenidən Sasanilər tərkibinə qatıldı. Aydındır. Sonra uşaqlar 1-ci Şapurun 262-ci ildə Nəqş Rüstəmdəki məbədinin divarında həkk olunmuş yazı sübut edir ki, Albaniya Sasanilərin tərkibində idi. Sonra uşaqlar gəlirik Albaniya Sasani və Roma mübarizəsinə. Deməli ki, Albaniya hökmdarı Urnayin dövründə müstəqil xarici siyasət yürüdürdü. 2-ci Şapurla müttəfiq idi. Deməli, əsasən Sasani və Roma arasında 359-cu ildə Amid, 371-ci ildə İzrab döyüşü oldu. 359-cu il döyüşü Amid döyüşündə Sasanilər qalib gəldi. Bunlar Albanlar kömək etmişdi. 371-də Albanlar və Sasanilər məğlub oldular Romaya. Və Albaniya Uti, Şaqasyan, Klot və Girdiman vilayətlərini itirdi. Sonra 387-ci ildə Sasani-Roma müqaviləsinə əsasən həmin vilayətə geri qaytarıldı və Cənubi Qafqaz Roma Sasanisindən bölüşdürüldü. Sonra 5-ci əsrin 1-ci yarısında Alban hökmdarı olur Asuagen. Bunun dövründə əsasən ciddi dəyişikliklər baş verdi. Uşaqlar təhsil cəlb olundu. Yeni Alban əlifbası yarandı. Sonra uşaqlar nə var idi? Dini kitablar artıq və başqa kitablar Alban dilində tərcümə olunmağa başlandı. Albaniya 443-463-cü illərdə artıq 2-ci Vaçe idarə edir. Bu artıq Türk məşəl sülaləyə mənsub idi. Eyni zamanda Sasaniylə qohumluq əlaqəsi var idi. 2-ci Vaçenin Sasaniylə qarşı mübarizə xarakterikdir. Deməli, uşaqlar 2-ci Vaçe Sasanı 2-ci Yezdin vəfatından sonra 457-ci ildə Massagetə öz tərəfindən çəkdi. Sonra atəşbərəst dilini imtahan elədi və xristian dilinin etiqadını qəbul elədi. Yeni taxta çıxan Sasan şahı 1-ci Firuzun şərəfinə Bərdəni Feyzdoba şəhəri adlandırdı. Sonra uşaqlar, elə bir ki, Firuzov ilk vaxtlar düzdür, bu 2-ci Vaçe'yə razı idi. Amma sonra elə oldu ki, gördü bu Albaniya xristian dini bu yayır da. Axı orada nə idi? Zərdüştlük dini idi. Və o yüzden götürüb burada Haylandur Hunları var idi. Bunun üstünə hücumu çəkdi 462-ci ildə. Və bu zaman 2-ci Vaçe hakimiyyətdən əl çəkir. 2-ci Vaçenin 457-63-cü illərdə İrana qarşı başçılıq etdiyi azadlıq hərəkatı məğlub olur. Sonra uşaqlar artıq 5-ci əsrin sonunda 3-cü Min Vaçaqan hakimiyyəti onu inir, xristian dini təbliğ edən məktəblər açıb məbədə tikdirir. Sonra Afqan kilsə məclisi 488-ci ildə başqa dinlərə etiqad edənləri təqib edirirdi. Sonra uşaqlar nəyi danışacağım sizə bu dövrdə? Albaniya Sasani məzbanı tərəfindən artıq 510-dan 629-cu ildə idarə, yəni Albanlar yəni özləri idarə eləmir, artıq onlar başqaları, yəni Sasani məzbanları idarə 510-dan 629-cu ildə. Sonra 591-ci ildə Albaniya bu dövrdə Sasani Bizans müharibə meydanı çevirir. 591-ci ildə Albaniyanla Sasanilərlə daha doğrusu Bizans arasında müqavilə imzalayır. Müqaviləyə görə əsasən Albaniya, Girdiman, Divin və Tiflisə qədər ərazilər Sasanilər hakimiyyəti altında qalır. Sonra 624-628-ci illərdə Albaniya yeni Sasanilərin tərkibinə daha doğrusu döyüş meydana çevrilir və 29-cu Sasani Bizans mühünəsi Albaniya Sasani tarixi təsiri altında qalır. Sonra deməli Albaniyada 629-cu ildə 630 deyək daha doğrusu. Albaniyada deməli Mehranlar sülaləsi hakimiyyətə gəlir 642-ci ilə qədər Varis Qriqonun dövründə. Deməli 630-da Albaniyadan gəlir meydana Mehranlar sülaləsi 80-ci ilə qədər 705-ci ilə qədər. 705-ci ildə isə Albanlar deməli ərəblər süqut uğrayacaq, onu da izah eləyəcəm. Deməli Mehranlar sülaləsi 3 nümayəndəsi Varis Mehran olur, sonrası Varis Qriqon olur. Varis Qriqonun hakimiyyət dövründə
Bizans imperatoru İraklin vassalı elan eləmişdi deməli Varas Qriqor özünü. Sonra uşaqlar bu dövrdə nə var idi? Albaniyada xristianlığın yayılmasına gəlib. Birinci əsr deməli Albaniyada xristianlıq yayılma başlanıldı. 313-cü ildə isə Urnay xristianlıq dinini dövlət dini elan eləmişdi. Sonra uşaqlar ilk xristian icmaları var idi. Şəkinin Kiş kəndində idi. Sonra deməli burada Urnayın dövründə nə oldu? Xristian dini dövlət dini elan olundu. Daha sonra Albaniyada burada xristianlıq Albaniya dərin kök sala bilmədiyi üçün bəzi dağlıq ərazilərə yayılmışdı. Sonra uşaqlar burada Qax rayonunun Qum kəndində baxın bunu öyrənmək lazımdır. Bir də bunu. Xristianlıq dinini geniş təbliğ edilmiş Alban Arşak hökmdarları Urnay, Vaçe, 3-cü Vaçeqan. Baxın uşaq bunu əzbərləyirsiniz. Yerli sülalə kimdir Albaniyada, sonra 2-ci Arşakilər kim idi, Mehranilər sülaləsi kim idi. Bir də uşaqlar qarışdırmamaq üçün burada Sasan şahları və Azərbaycan. Belə də öyrənə bilərsiniz. Məsələn, hansı hökmdarın dövründə Sasan şahlardır bunlar. Nə baş verib? Yaxşı. Bu da oxşar fərqli cəhətlərdir. Bu qədər uşaqlar. Sağ olun.